Novruz bayramına gedən yolda 4 əsas çərşənbələrdən biri də ot çərşənbəsidir. Bu çərşənbə qədim türk inanclarında və xalq ənənələrində mühüm yer tutur. Bu çərşənbə də digər çərşənbələr kimi öz adət-ənənələri və inancları var. Güneşten ocağa, her eve bucağa, alov od geldi. Odlana odlana, alışıp yana yana od geldi. Kaynadı kanımız, isindi canımız, od geldi. Alıştı odumuz, bol olsun ruzumuz, od geldi. Ot çərşənbəsində bütün ocaqlarımız həmişə yanarlı olur. Hamının qapısında yeməklərimiz bol olur. Və biz bugün demək həm də yallı getdi. Yallı bizim birliyimizdir. Özləri yerdə gedirik ki, bir tərəfimiz Alınca qalası, bir tərəfimiz İlanlıdır. Ot çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. El arasında deyilənə görə qazanı qaynatmalı, ocağımızı yandırmalıyıq ki, ilin sonuna kimi ocağımızın üstü də boş qalmasın. Gəldik Sona xanımın yanına. Sona xanım bizə ləzzətli yeməkləri ilə dolu bir çərşənbə süfrəsi açacaq. Ot çərşənbəsinin də əsas yeməyi şah plovu və döşəmə plovudur ki, biz bugün sizinlə döşəmə plovu hazırlayacağıq. Demək, biz əvvəlcədən həyətdən bir beçə tutduq, kəsdik. Onu sarı çöyklədik, istotladıq, soğanladıq, qoyduq bura. Düyümüzü duzlu suda islatmışıq ki, düyünün islatma qaydası da odur ki, düyü çox qəşəng uzanır, çox qəşəng pişir. Zəfəranımızı islatmışıq, plovumuza dad verir. Sarı kökümüz, kərəyağımızı əritmişik, burada hazırdır. İndi biz qazanımıza su töküb, onu qaynayana yaxın duz töküb, gözləyəcəyik ki, tamam qaynansın. Ondan sonra bu düyümüzü yuyub, ora əlavə edəcəyik.